Hədisdə baxın, İmam Rıza Aleyhisselam buyurur ki, 3 şeyə baxmaq ibadət. 3 baxış ibadətdir. 3 baxış. Bir, Qurana baxmaq. Aydındır. Allah kəlamıdır. Qurana baxırsan ibadət. 2, valideynin üzünə baxmaq ibadətdir. Övlad oturub atasına baxır, anasına baxır, üzünə baxmaq ibadətdir. Hər baxışı deyirlər bir həcc savabıdır Peyğəmbər buyurur. Bunu da deyəm deyəcəklər, həcci kisildirsən. Buyurur bir baxış, hər dəfə baxırsan Kəbəyə, atanın, ananın üzünə, həcc ziyarətindən üstündür. Bir də hansı baxış ibadət olsa yaxşıdır. Buyurur dənizə baxmaq ibadətdir. Görünə gözəldiyindir. Dənizə oturub baxmaq ibadətdir. Dənizlə əlaqəsi nədir? Bunu Peyğəmbərdən nəql edir İmam Rıza Aleyhisselam. Mən bilmirəm, özünüz gedin əlaqəsini baxın ki, niyə adam oturur dənizə baxır ibadətdir? Allah bizə neymət verib o dənizi. Allah bizə o dənizi neymət olaraq verib, biz ondan faydalanmırıq, biz onu vermişik. Deyir ki, elə bilir ki, ora ancaq fəsad yeridir, fəsad yeri də olur. Amma dəniz fəsad yeri deyil, dəniz ibadət yeridir, bəndəlik yeridir.